kesilmədi. 2 nəfərə. Yenə deyirəm, balamın torpağını yalan deyirlər ki, şəhid ailəsiyəm. Şəhid ailəsini qaldırmaq üçün yalan deyirlər. Məni heç kim qaldırmadı, özü mən yıxılmamışdım da. Bu şirkətə alan gəlsin ki, bizim yolumuzu nə çəkirsə. Xanım, ne için burada yaşayırsınız? 7-6 ildir. 6 il ərzində bu şəraitdə yaşamısınız. Yəni buna da bir şey, evimə girsən baxarsan, tarakan, krisa. Mən özü yaşadığım bu buradır, bu ev mənim evimdir. Bu fundamenti yoxdur. Elə bir torpaq töküb üstünə taxta yığmışam, yaşayıram. Traktor orada qaşıyır, qazır, ev buramı sökələnir. Məcburi köçkünsünüz. Yox, mən şəhid ailəsiyəm. Şəhid ailəsisiniz. Bəli. Şəhid ailəsi olaraq sizə evin təmin olunmamış. Ev təmin olunmuşdu, mən imtina elədim. Səbəb? 12-dən bir Ayşə istansiyada verirdilər ona görə. Əlimdə də sərəncamım da var. Övladınız şəhid oldu. Yox, yoldaşım. 94-də Kəlbəcərin Mürov dağında şəhid olub. 3-cü cərgə 5-ci adamdır. Heç şəhidin ailəsinə baxmırlar. Mənə deyirlər ki, uşağım əskər gedəndə dedilər şəhidin oğlu nümunə geçsin. Getdi. Nə oldu? 8 gündən sonra uşağı zəng edilər ki, uşaq qayıdır əskərdən dala. Niyə qayıtdı? Hə, pul yoxdur. Kürdəmirə vermişlər. Təzədən mənim uşağımı basdılar hər bir şeyə. Döyüş bölgələrinə. Yaşadığınız yerə baxa bilərik. Gəl baxın, gəl. Biraz böyük töküntüdür. Tanrım yox. Bax, mənim yer buradır. Bax, bu evdir. Burada necə yaşayırsınız siz bir şəhid ailəsi olaraq? Bax, burada and olsun Allah, bax, belə-belə krisalar var. Bax, belə-belə krisalar gecə səhərə kimi. Mən oturam burada ki, nəvələrimin qulaqlarını burnunu yeyər. Nəvələrim dərsədir. Gecikməməlidir. Sizin əsas probleminiz yolunuzu Yol, bizim yolumuzdur. Yol bağlanır. Burada bizə yol versinlər. Bizə bir dənə xəbər yoxdur. Bir toku. Gətirib çəkiblər bura. Axşam su oradan baba bura belə tökülürdü yerə. Bu təhlükəli axı fövqəladə vəziyyət olduğuna. Bu toklarla bağlı nəmçilik necə yanır? Bu məsələni balıqlara müraciət eləmisiniz? Hər yerə şikayət eləmişik. Hər yerdən kimlər nəzərdə tutur? İcra hökumətinə dünən getmişik. Hər yerdə çıxmışıq. Yolda məktublar apardılar. Məhkəməyə getdik. Məhkəmədə mənə cərimə olundu. Məktub əlimdədir. 233 manat bir cərimə olundu mənə. Bax belə düşürdü. Budur. Bax uçar uçmaz. Fiyata da deyilir. Fiyata xəbərdarlıq olunur. Heç gəlib bir əmbar, bir tədbir görməyiblər. Biz necə yaşayaq burada? Körpə 3 dənə körpə nəvəm var. Şəhidin nəvəsi var 3 dənə burada körpə. Belə olmaz. Baba bu vəziyyətdir. Deyə bax binanın başına baba binanın. Burada çat olan yeri göstər. Göstərsin. Oranı da qaz var, oranı bağlıdır. Bütün su, kanalizasiya hamısı qalxır. Uşağın evinə girir. Uşağın evi, şəhidin oğlunun evidir. Baba istəyən burada traktorla nə iş gördülərsə, bax. Hansı şəhidimizin evladıdır? Cümşüdov Elçin Şafaqət oğlu. Mən onun həyat yoldaşıyam. 3-cü cərgə 5-ci adamdır Sumqayıtda. Bax o da onun oğlunun evidir. Nəmişdi, kanalizasiya, su oradan tökülüb, plamoy buxnaya, bərbad gündə, krisa, siçan, hər şey bax burada var.